Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin. Allahumme accil velikel ferec. Deməli, əzizlər, dəyərli möminlərin bir neçə sualları oldu. Düşündüm ki, bu haqda bir qısa paylaşım edək. Xumusla bağlı qardaşlar bir neçə dəfələrlə artıq bu təkrardır ki, bu günlərdə yenə suallar yaranır, verirlər ki, məsəl üçün bunun nə qədər vacib olmaqlığı, etinasız yanaşmaq, yaxud məsəl üçün şəxsin öz fikirləri ilə müəyyən qərarlar çıxartması ki, məsələn bu vacibatı tərk etməyə üzr gətirir ya yox. Ümumiyyətlə qeyd edeyim ki, şəriətimizdə bilirsiniz ki, Firuddin 10 dənədir və onundan da biri həmin bu qeyd etdiyimiz xumusdur ki, şəriət yəni bunu vacib bilir bizə. Təbii ki, şərtləri, hökmləri geniş şəkildə fəqihlərimiz, alimlərimiz bunu qeyd edib və bunları kitablardan da geniş şəkildə əldə etmək mümkündür. Sadəcə bunun mühüm məsələsi ilə bağlı toxunmaq istəyirdim ki, Əhl-i-Beyt əleyhissalamın kəskin kəlamları var ki, möminlər gərək bu şeylərdə süstlük, boşluq etməsinlər. Yəni, məsələn, bir şəxs necə ki, ruzusuna haram qatmaq istəmir. Məsələn, deyək ki, şərabdan qazanc əldə eləmir. Bilir ki, haramdır və böyük bir təsiri var dünyasına, axirətinə. Cəhənnəm əzabı var və s. ilaxır. Və yaxşı əməllərini puç eləyir. Və digər məsələlər ki, məsələn, qumar kimi və s. Eyni cürdə vacibatlar da belədir ki, onları tərk eləmək, boşluq yaratmaq nəticədə insanın boynuna günah gətirir, harama mürtəkib eləyir və əbədi əzaba düçar olmasına səbəb olur. Ki, bu mühüm bir məsələdir. Məsələn, bu haqda bizim hədislərimiz çoxdur. Əhl-i-Beyt əleyhissalamın kifayət qədər mötəbər sənədlə rivayətləri var. Bunlardan ikisini təbərrükən zikr edəcəm. Həzrəti İmam Rıza əleyhissalamdandır. Deməli, rivayət bir çox mənbələrimizdə keçir, fiqh kitablarımızda fəqihlər gətiribdilər. Təkcə elə Vəsail-i Şiyyənin 3-cü cildinin deməli 781-ci səhifəsindən etibarən 9 hədis bir babın altında cəm olubdur ki, bu o qədər mühüm bir məsələdir. Deməli, biri budur ki, Kutibə rəculun min tüccərin Faris min bə'di məvali Əbul-Həsən aleyhissalam, yəni Əbul-Həsən Ər-Rıda aleyhissalam yəs'aluhu əl-iznəl xums fəkətəbə iləyhi bə'dəl bəsmələ. Deməli, bir nəfər ki, Fars tacirlərdən bir kişi, İmam Rıza əleyhissalamın şiyələrindən biri olur. İmama məktub yazır, xumus barəsində icazə istəyir. İmam da əleyhissalam da Bismillahdan sonra ki, ona belə yazır ki, heç bir mal Allahın halal etdiyi yoldan başqa halal ola bilməz. Yəni, bir adam Allahın halal etmədiyi bir şey özünə halal eləyər. Yəni, özündən hökm çıxarda ki, bu şey halaldır. Həqiqətən də xums, İmam buyurur ki, bizim dinimizi qorumaqda ailəmizə və dostlarımıza, tərəfdarlarımıza yardım vəsiləsidir. Ona görə də onu bizdən əsirgəməyin, İmam buyurur, وَلَا تَحْرِمُوا أَنْفُسَكُمْ دُعَاءَنَا ki, və bizim duamızdan özünüzü məhrum etməyin. Yəni, bizim duamızı özünüzə haram etməyin. Yəni, nə deməkdir? Bir şəxs bilərəkdən boynuna vəzifə gəldiyi halda bu vacibatı icra etməsə, Əhl-i Beytin duası ona şamil olmaz. Yəni, Əimmə əleyhissalam, Əhl-i Beyt əleyhissalam o şəxsə dua etməz. O şəxs onların dualarında olmaz. Niyə? Çünki qəsbkardır. Dediyimiz kimi, necə ki, insan şərabdan, qumardan qazanc əldə edib qazana, eyni cürdə qəsb də belədir. Qəsbi malla libas geyinə, yemək yiyə, içə, yaşaya və s. ilaxır. Digər bir rivayətdə isə Xorasandan bir dəstə cəmaatdır. İmam Rıza əleyhissalamın məzhərinə gəlirlər. Fəsəaluhu ən yəc'aluhum fi həl və fi hillin minəl xums. Deyir, İmam Rıza əleyhissalamın yanına gəlirlər. İmam Rıza əleyhissalamdan xumsu onlara halal etməyini istəyirlər.
Yəni hətta odur. Yəni bu tək bu dönəmin məsələsi deyil. Əhl-i Beytin dövründə də belə olub ki, vacibatdan qaçmaq, çəkinmək istəyir. Hətta bunun müqabilində məzhəb yaranıbdır. İmaməti inkar edib məzhəb yaradanlar olub. Yəni bu çox böyük bir şeydir. Əslində insanın iman və etiqadını, təqvasını ortaya qoyan bir məsələdir. Məsələn, Vaqifi firqəsi məhz buna görə yarandı. İmam Musa Kazım əleyhissalamın tövsiyə və nəsihətini dinləmədilər, məktubuna əhəmiyyət qoymadılar və imamın şəhadəti ilə bəhanə elədilər. İmam Rıza əleyhissalamın vilayətin və imamətini inkar elədilər və Beytülmalı qəsb etdilər. Yəni bu o qədər mühüm bir məsələdir ki, insanın dünya və axirətini bərbad eləyir. Xülasə ki, bu həmin bir dəstə Xorasandan gəlir İmam Rıza əleyhissalamın yanına və istəyirlər ki, İmam xumsuları halal eləsin. İmamın cavabına baxın. İmam buyurur ki, bu necə sizə halal ola bilər? Ki, siz dillərinizlə bizə məhəbbət bəsləyirsiniz. Dildə deyirsiniz ki, yəni biz Əhl-i Beyti sevirik, məhəbbət göstəririk, məvəddət edirik və s. Amma deyir, Allahın bizim üçün qərar verdiyi və bizi də ona layiq elədiyi, haqqını əda etdiyi xumsu bizdən əsirgiyirsiniz. Ki, İmam 3 dəfə təkrarlayır. Lə nəcəl, lə nəcəl, lə nəcəl. Li əhədikum o li əhədin minkum fi hil. İmam buyurur ki, heç 3 dəfə təkrar ki, yəni ola bilməz, xeyr, xeyr, sizdən heç kəsə bu barədə halallıq verilmir. Yəni heç kimə sizlərdən bu şey halal deyil. Yəni bir insan dura öz-özünə deyək ki, məsəl üçün, bu vacibat mənə halaldır. Məsələn, mən özümə halal etdim. Məsələn, mən özümə ki, bunu qərar verirəm. Yaxud da məsələn, üzdə demir, amma əmələn göstərir ki, məsələn, mən bunu icra etmirəm. Müxtəlif bəhanələr gətirsin. Məsələn, mən filan şey edirəm, mən məsəl üçün, deyək, kredit ödəyirəm, mən məsəl üçün, borc qaytarıram. Yəni, bunlar əsas gətirmir ki, insanın şəri baxımdan zahirən deyilsin ki, bu vacibat onun boynundan düşüb. Məsələn, mən bugün ağrıyıram, halım yoxdur, namaz qılmıram. Belə bir hökm yoxdur. Məsələn, ayaq üstə dura bilmirsən, şəriət deyir, oturub qılmalısan. Oturub qıla bilmirsən, deyir, uzanıb qılmalısan və s. Yəni, şəriətin tövsiyə etdiyi qaydalar var ki, onlar bəhanə gətirmir. Məsələn, bir şəxsin boynuna qusul gəlib, şəriət deyir, qusul almalısan, alamısan, təyyəmmüm etməlisən. Yəni, şəri vəzifəsini şəxs öyrənməlidir, səhlənkarlıq etməməlidir ki, bu məsələlərdə diqqətli olsun. Həmçinin bəzən görürsən, möminlər deyir ki, biz bilmirdik. Məsələn, bir qonşu belə dedi. 10 ilin namaz qılanı belə demişdi, çoxdan namaz qılandı. Yaxud bir hacı var, hacı bizə belə izah edir. Yəni, bir adamın hacı olması, məşədə olması, Kərbalayı olması, uzun illər namaz qılması, ibadət etməsi, o insanın elm əhli olması ya şəriət bilməsi hökmündə deyil. Belə deyil ki, məsələn, o insan şəri hökmləri, vacibatları mütləqdir, bir düzgün bilir və düzgün öyrədir. Yəni, ona görə də baxırıq, biz deyirik, şikayət edirik ki, niyə bizim dualarımız qəbul olmur, niyə bizim əməllərimizdə naqislik var, niyə bizim müşküllərimiz həll olmur. Baxın, bir tərəfi də bu vacibatlarda olan səhlənkarlıqlardır ki, Əhl-i Beytin duasından məhrumuq, amma özümüzdə elə bilirik ki, biz namaz qıldıq, Əhl-i Beyt əleyhissalam da bizə nəzər elədi və şəfaət elədi və duamız dərhal qəbul oldu. 5 dənə, 10 dənə zikr elədim, bir dənə Quran oxudum və salam. Ona görə biz həm vacibatla müstəhəbbə ayırmağı bacarmalıyıq, o vaciblərdə səhlənkar olmamalıyıq, onların hədd və hüdudlarını, şərtlərini öyrənib icra etməyə çalışmalıyıq. Allah bizləri müqəddəs şəriətə düzgün əməl edənlərdən qərar versin. Velhamdülillah Rabbil ələmin.